Göyçayda şəhid bulağına hücum. Bu sadəcə vandalizm deyil, şəhid ruhuna hörmətsizlikdir. Göyçay şəhərində hamının qürur yerinə çevrilmiş şəhid bulağına qarşı mənəviyyatsız hücum edilib. Ötən gecə saatlarında rayonun Natəvan küçəsində 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinə inşa olunmuş içməli su bulağının işıq lampaları bir nəfər naməlum şəxs tərəfindən qəsdən sındırılıb. Hadisə ərazidəki mühafizə kameralarına an-ban düşüb. Görüntülərdə həmin şəxsin bulağa yaxınlaşaraq lampaları zərbə ilə sındırdığı aydın görünür. Bu hadisə sadəcə bir xuliqanlıq deyil, bu şəhidlərin müqəddəs ruhuna açıq-aşkar hörmətsizlikdir. O bulaq torpaq, bayraq və azadlıq uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsinə ucaldılıb. Belə bir davranış təkcə qanuna yox, vicdana və insani dəyərlərə də ziddir. İctimaiyyət haqlı olaraq qəzəblidir və inanır ki, hüquq mühafizə orqanları hadisəni törədən şəxsi qısa zamanda müəyyən edib, qanunun bütün sərtliyi ilə cəzalandıracaq. Qeyd edək ki, hadisə ilə bağlı kamera görüntüləri sübut kimi təqdim olunacaq.